Sidik kisəsi polipi. Sidik kisəsinin sehli qişasından yaranan, adətən xoşxəssəli olan bir törəmədir. Lakin bu törəmələr vaxtında müalicə olunmadıqda və ya düzgün izlənilmədikdə, bəzi hallarda xərçəngə çevrilir. Ona görə də sidik kisəsi poliplərinə diqqətli yanaşmaq lazımdır. Sidik kisəsi polipinin əsas səbəbləri: xroniki iltihab, siqaret çəkmə, kimyəvi maddələrin təsirinə məruz qalmaq, sidikdə daşlar və uzun müddətli sidik axınının pozulması, infeksiyalar. Sidik kisəsi poliplərinin əlamətləri. Sidik kisəsi polipləri kiçik olduqda çox vaxt heç bir əlamət vermir və təsadüfən aşkar olunur. Lakin aşağıdakı əlamətlər müşahidə oluna bilir. Sidikdə qan, hematuriya ən çox rast gəlinən əlamətdir və sidiyin rəngi çəhrayı, qırmızı, qəhvəyi ola bilir. Sidik ifrazı zamanı ağrılar, dizuriya, bu zaman sidik ifrazında yanma və ağrı hissi müşahidə olunur. Sidik kisəsinin tez-tez dolma hissi və tez-tez sidiyə getmək. Qarnın aşağı nahiyəsində narahatlıq və ağrı. Söylənilən əlamətləri hiss etdikdə mütləq həkim uroloqa müraciət etmək vacibdir. Sidik kisəsi polipinin diaqnostikası. Sidik kisəsi poliplərini aşkarlamaq üçün bir neçə diaqnostik üsuldan istifadə olunur. Sidik və qan analizləri, sidiyin sitoloji təhlili, ultrasəs müayinəsi, sistoskopiya, kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya müayinələri. Xatırladım ki, sistoskopiya sidik kanalına xüsusi optik alətlə sidik kisəsinə daxildən baxışın keçirilməsi, poliplərin birbaşa görülməsi və birbaşa nümunənin götürülməsi üçün çox vacib üsuldur. Sidik kisəsi poliplərinin müalicəsi. Sidik kisəsi poliplərinin müalicəsi törəmənin ölçüsünə, sayına, hüceyrə quruluşuna və risk faktorlarına görə seçilir. Əsas müalicə üsulu transuretral elektrorezeksiyadır. Sistoskop vasitəsilə törəmə xüsusi alətlərlə kəsilərək çıxardılır və əgər polipin histoloji müayinəsində xərçəng hüceyrəsi aşkarlanarsa, əlavə müalicə tələb olunur. Daimi izləmə. Kiçik və xoşxəssəli poliplərdə mütəmadi sistoskopiya və görüntüləmə müayinələri aparılaraq poliplərin böyüməsi izlənilir. Cərrahi müdaxilə. Polip xərçəngə çevrilibsə, böyük ölçüdədirsə, bəzi hallarda sidik kisəsinin hissəvi və ya tam çıxarılması tələb oluna bilir. Və nəhayət dərman müalicəsi, əgər törəmə infeksiyaya bağlı yaranıbsa, antibiotiklər və ya digər preparatlar təyin oluna bilər.